kiçik bir alışveriş yerime gedirəm. Gəlin bir yerdə kombin hazırlayaq. Əlimdə hal-hazırda 2 şalvar var. Biri bu qara bəq şalvarım, bir də bu dizi cırıq şalvarım. Sadəcə bu iki şalvarımı da rahat hiss edirəm özümü. Ona görə bu ikisindən birini geyinəcəm. Amma bugün bunun havası deyil məncə. Çünki hava soyuqdur. Dizi cırıqdır. Yəni mən tez üşüyən birisi olaraq, yəni məncə bunu geyinməyim bugün. Ona görə gəlin bu qara bəq şalvarı kombinləyək. Kamera çox uzaqdaydı, onu biraz yaxınlaşdırdım. Bu bəq şalvarın üstünə geyinməli əslində bir şeyim yoxdur köynək olaraq. Ona görə düşünürəm ki, bu üstündəkini çıxartmayım. Elə kombinləyim, necə olar? Necə olduğunu sizə göstərim. Belə oldu. Anam bu videonu görsə mənə əsəbləşəcək ki, niyə evdə geyindim, paltar çölə geyinirsən? Amma geyinirəm. Hər nəysə deyərək üstümə geyinəcəm, kurtkalar göstərirəm. Ya kurtkalar deyəndə ki, kurtka seçirik. Əlimdə 3 seçenek var. Birinci bundan başlayaq. Bunları bir kənara qoyaq. Bu gördüyünüz kimi qolsuzdur və bunun üstünə bu, yəni mən çöldə donaram da yəni. Amma yenə də geyinim baxın. Bu hardasa yaz aylarında falan ediləcək bir kombindir. Ediləcək bir kombindir. İkinci budur. Bunu heç sevmirəm. Bunu 1 il əvvəl aldım. Heç geyinməmişəm. Geyinmişəm, bir neçə dəfə geyinmişəm. Heç də sevmirəm, heç rahat deyil. Görünüşü də qəşəng deyil. İndi geyinim baxın. Bu geyinirəm. Aralarında ən idealı budur da yəni. Bir şey deyim mi? Bu şu an aralarında ən yaxşısı budur. Belə. İndi sizə kiçik bir fashion show eləyim. Daha sonra evlənəcəm.